Salam. İlk anlayışların ətraflı yazılı cavab tələb olunan tapşırıqlarına baxaq. Birinci sual. Birinci sualda deyir, 10 qram alüminium üzərinə 16 qram kükürt əlavə edilərək qızdırıldıqda maddələrdən biri tam sərf olunur. Reaksiyada sonra artıq qalan maddənin kütləsini, reaksiya məhsulunun kütləsini hesablayın. Gəlin baxaq. Yazırıq alüminium. Üstə gəl kükürt və burada nə deyir? Artıq qalan maddənin reaksiya məhsulunun kütləsini. Baxın, məhsulun vermir. Amma testlərdə, ilk anlayışların testində, formullar üzrə, həllərdə alüminium 2S3-ü verir. Deyir ki, neçə qram alüminium 2S3 alınır. Amma burada vermir. Səbəb çünki ətraflı olduğuna görə çətin tapşırıqlardır. Və biz burada alüminium S-i yazırıq. Alüminiuma 3 valentdə olduğunu bilirik. Ona görə üstünə 3 yazırıq. Kükürdə 2 yazırıq və çarpaz gəlir. Yəni valentliyi keçəndə biz bunu qeyd etmişik. Onda əmsallaşdıranda kükürdə 3 düşəcək, alüminiuma 2 düşəcək. Və biz burada götürmüşük. Deyir ki 10 qram alüminium götürmüşük. 10 qram yazıram 10 qram. 16 qram da kükürt götürmüşük və hansının tam sərf olunduğunu, hansının artıq qaldığını bilmirik. Yəni tənasübü nəyə görə aparacaq onu bilmirik. Hər iki maddəni verib. Ona görə biz nə edirik? Biz sərf olunanları yazırıq. Alüminium 54 qram sərf olunub, 2 vur 27. Kükürt isə 3 vur 32, yəni 96 qram sərf olunub. Onda belə baxaq, burada 10-u 54-ə bölürük, 16-ı isə 96-ya bölürük. Baxaq görək, hansı azdısa ondan tam sərf olunur deməkdir. Və baxırıq ki, təxmini bundan 0,18-dir, bundan 0,16-dır. Deməli, bu azdır. Kükürt az olduğuna görə nəydən artıq qalacaq? Alüminiumdan artıq qalacaq, amma kükürtdən tam sərf olunacaq. Reaksiya tənliyini təzədən yazıram və tənasübümü aparıram. Tənasübümü nəyə görə aparıram? 16-ya görə. 16-ya x məhsulu tapıram. 3 vur 32-yə isə emir. Emir də 150 edir. Onda tənasübümüzü hesablayaq. 16 vur 150, 3 vur 32. Məhsulumuz 25 qram edir. Deməli, bizdən məhsulun 2-nin cavabı 25-dir. Keçdik artıq qalan maddə. Artıq qalan maddə biz bilirik ki, hansıdır? Alüminiumdur. Ona görə yenə də reaksiya tənliyini yazıram. Belə deyə, üstünə silmirəm qalsın deyə. Alüminium üstə gəl, yenə də həmin şey. Bu elə bir ki, vərdiş formalaşdırır sizə reaksiya yazmaqda. S3. Və burada nə edirəm? Yenə də 16-ya görə alüminiumu tapıram. 3 vur 32-yə isə 2 vur 54. X bərabərdir 16 vur 54 nə idi? 27. 54 opşidir. 54. 3 vur 32. Və burada 9 alındı. 9 nədir? Yəni alüminiumun sərfi. Bizdə də 10-dur. Alüminium 10 götürmüşük. 9-u sərf olunubsa, deməli 1 qram artıq qalıb. İkinci suala baxırıq. İkinci sualda oksidin molyar kütləsi hansı oksidin 3 valentli? Deməli valentliyə istinad edir burada. Yəni X-ımız, yəni oksidin molyar kütləsi, oksidimizi quraq. Yəni formulun quraq. XO, X-ımız 3 valentlidir. Diqqətlə baxın bura. Oksigenimiz 2 valentli. Və burada olacaq X2O3. Onda əgər X2O3-də molyar kütləsi nə qədərdir? Demişdim ki, emir ilə molyar kütlə vahid ilə fərqlənir. Yəni, fərqi çox yoxdur. Rəqəmlər eyni olur. Bir dənə molyar kütlə A-yerdə də var, emirdə də var. Amma emir isə ancaq emirdədir, A-yerdə fərqlidir, ancaq atomlarda olur. Tək bir atomlarda olur. İndi baxırıq, bunun molyar kütləsi, emirini tapırıq, molyar kütləsi X-in yerinə qoyuruq bura. 2x üstə gəl 48. Yazıram bura. 2x üstə gəl. 2a yazaq. 2a üstə gəl 48. 2a üstə gəl 48. İndi keçirik hidroksidi. Hidroksidi də XOH. Hidroksid OH deməkdir. OH da 1 valentlidir. Və X da 3 valentlidir. Onda olacaq XOH3. Bunun da emiri olacaq. A götürürük də X-i. A üstə gəl
OH-ı 3-ə vuranda, yəni OH nə deməkdir? 17 qram deməkdir. Niyə görə? 16 üstəgəl 1. Bu da eləcək 51. Onda belə çıxır ki, A üstəgəl 51 də hidroksidin molyar kütləsidir. İndi bizə deyir ki, X-dan Y çıxanda 24-ə bərabərdir. Gəlin çıxaq. 2A üstəgəl 48 çıx A üstəgəl 51 bərabərdir 24-ə. 2A üstəgəl 48 çıx A çıx 51 bərabərdir 24-ə. A 2A-dan A getdi, A qaldı. Deməli, bərabərdir 24, 51 keçdi, oldu müsbət. 48 də keçdi bu tərəfə, oldu mənfi. Bunu hesablayaq. A elədi 27. Belə çıxır ki, X-ı deyir ki, burada nə deyir? Deyir, A nədir? Deməli, X-ın 3 valentli metalın A yeri 27-dir. Bizdən də soruşur ki, X nəyə bərabərdir? Elə burada yerinə qoyuruq. 2 vur 27 üstəgəl 48. Edəcək 102. Burada da 27 üstəgəl 51. Bu da eləyəcək 78 qram. Deməli, birincimiz olacaq 102, ikincimiz olacaq 78. Yəni, ətraflı yazanda, bax, belə yazın ki, sizə bal versinlər. Üçüncü suala baxaq. Mis XO4. Oksigenin kütlə payı 40-dır. Biz də baxırıq ki, yəni, bax, bu 40-dır. Yəni, 40% 64 qramdır. Mən də bilirəm ki, burada nə var? Emir var. Emir də 64 üstəgəl naməlum maddənin emirini hesablamağı öyrətmişdim sizə. 64 x üstəgəl 128. Onda belə çıxır ki, 64-ün altından x üstəgəl 128 yazsaq, burada 100% yaza bilərik. Çünki maddə hamısı bir yerdə nəyə bərabərdir? 100%dir. Onda x üstəgəl 128 bərabərdir. 40-ı aşağıda yazırıq. 100 vur 64. Bundan bu ixtisar getdi. 64 ilə 4 getdi. 16 qaldı. 160. X üstəgəl 128 bərabərdir. 160. X da bərabərdir 32. Belə çıxır ki, X-ın A yeri 32-dir. Onda biz deməli burada emiri hesablaya bilərik. 32 üstəgəl 128. Onsuz da buradan da görünür. 160-dır. X-ın kütlə payını tapmaq istəyirsə, X-ın özünün maddənin içində qramı 32 böl ümumi emir 160 vur 100%. Bundan bu ixtisar getdi, burada qaldı 2, bundan bu getdi, oldu 20. Deməli, A-nın molyar kütləsi 160, elə bayaq tapdıq. A-nın molyar kütləsi, aha, A nədir? Maddə. İkinci nə deyir? B-ni tapın. X-ın kütlə payı 20%. Dördüncü sual asan sualdır. Etil spirti su ayırma üsulu olacaq distillə. Bitki yağı su ayırma üsulu olacaq durultma. Və durultma üsulu hansı deməli cihazla ayrılır? Ayrıcı qıf. Bax, bunu yadda saxlayın. Bu Y durultma olacaq. Sonra 5-ci suala baxaq. X, Y alınır X, Y. Daha doğrusu X üstəgəl Y alınır X, Y. İndi bizə deyir ki, 3-ün 4-ə reaksiyaya girir. Və 3-ün 4-ə reaksiyaya girirsə 7 alınır. Çünki kütlələrin saxlanma qanunu var. Və eyni kütlədə götürülür. Biz nə demişdik? Demişdik ki, əgər eyni kütlədə götürülürsə, onda az emiri olan və yaxud ayrı olandan artıq qalır. Belə çıxır ki, artıq qalanımız nədir? X-ımızdır. 5 artıq qalır. Amma 4 götürsəm neçə artıq qalır? 1 artıq qalır. Onda belə çıxır ki, 3 reaksiyaya girsə, indi mən Y-i tapım. 4Y reaksiyaya girəndə 1 artıq qalır. 5 artıq qalanda isə nə qədər Y reaksiyaya girir? X qram. X bərabərdir 20. Onda baxırıq ki, əgər bu 20 girirsə, bu da 20 götürmüşəm, amma 20 girməyəcək, ha. İndi baxaq görək nə qədər girəcək. Mənim əlimdə nə var? Mənim əlimdə var. Deməli, Y-im 4 qramdır.
X-ım 3 qram reaksiyaya girir. Tənasüblə bax bunu görməzdən gəlirik. Buna bir dənə X yazırıq. Çünki bundan artıq qalır. Axı biz əvvəlcədən demişik X qram. Və baxırıq ki, bu 15-dir. Aha, tapdıq ki, 20-dən 15 çıxıram, 5 qram artıq qalıb. Deməli, artıq qalanımız hansıdır? Artıq qalanımız X-dır. Və deyir, neçə qram X reaksiyaya girir. Əgər 15 bundan girirsə, kütlələrin saxlanma qanununa görə 20 də bundan girirsə, deməli, 35 nədir? X, Y alınır. Deməli, birincimiz nə olacaq? 35. Neçə qram X reaksiya daxil olur? Əlbəttə ki, 15. Bayaq tapdıq da. Tənasüb necə oldu? 20 Y-ə nə qədər X reaksiyaya girir? X qram. Amma 4 qram Y-ə isə 3 qram X reaksiyaya girir. X maddə kimi götürürük də. X bərabərdir. Bununla bu ixtisar getdi. Burada qaldı 5, 15 qram. Cavabımız burada da 15 qram. Bu kütlələrin belə deyək də saxlanma qanununa əsasən bu məsələlərin test topluda test variantı çoxdur. 6-cı suala baxaq. Burada M qram S və SO2-dən ibarət qarışıqdır. Yandırılmasından burada S yanacaq. Əslində SO2-də yanacaq. Burası ki SO2-nin S yanır və SO2-yə qarışır, belə deyək. Bu sualın məğzi budur. Qabda 320 qram SO2 olur. İndi, yəni, belə deyək də, S üstə gəl O2 alınır SO2. Və burada da əmsallaşdırmağa ehtiyac yoxdur. 64 qram əvvəl 64 qram SO2 var. Və M qram reaksiyaya girir X. Burada nə qədərdir? 32 isə 64. Və baxırıq ki, bununla bu ixtisar getdi. 2M qədər SO2 alınır. Sonra əlavə olundu 2M qədər SO2. Hamısı bir yerdə nə qədər oldu? Hamısı bir yerdə 320 qram SO2 oldu. İndi deyir, reaksiya tənliyini yazın. Yazdıq, birinci budur. İlkin qarışıqda kükürdün kütləsini qramla hesablayın. İndi gəlin hesablayaq. Necə hesablayırıq? Deməli, 64 üstə gəl 2M bərabərdir 320. 2M bərabərdir 256. M də bərabərdir 128. Onda belə çıxır ki, ikinci kükürdün M-i tapdıq. M ikinci 128-dir. Sonra mənə nə deyir? Reaksiyaya sərf olunan oksigenin həcmini hesablayın. Tezədən reaksiyayı yazıram, çünki qarışmasın bir-birinə. Nəyə tapır? 128-ə görə tapa bilərəm. 128-ə X-dır, həcmi istəyir litrlə. 32-yə isə 22,4. X da bərabərdir. 128 vur 22,4 böl 32. Bu da edəcək 89,6. Yəni, üçüncünün cavabı da 89,6. 7-ci suala baxaq. 7-ci sualda metal H xlorundan reaksiya daxil olur və 32 qram metaldır burada. Deyir ki, ikivalentli metalın X üstə gəl H xlor. İkivalentli olduğuna görə biz də bilirik ki, turşularla metallar turşu qalıqları ilə birləşir. X xlor 2. Xlor birvalentli olduğuna görə deməli biz X-in 2-sin xlorun indeksinə gətiririk və hidrogen də çıxır. Deməli, reaksiyası gedir. İkivalentli metalsa, bu metal bilirik ki, hidrogenden sonra olan metallar deyil. Mis, civə, gümüş, platin, qızıl deyil. Çünki bunlar duru xlorid turşusundan reaksiya daxil olmur. Bunu da bir belə deyək, yadınızda qalsın deyə deyirəm. Gələcək dərslərdə keçəcəm. İndi deməli tənliyini yazdıq, əmsallaşdırdıq, əmsallaşdıraq H xlora 2 düşür. Birincini yazdıq, bu birincidir. İndi deyir ki, metalın nisbi atom kütləsini hesablayın. Mən 32-dən heç nə çıxarda bilmərəm. Amma burada deyir ki, 32 qram H xlor reaksiya daxil olub, hidrogen gəlir bura və 56,8 qram xlorla reaksiyaya girir. Onda bu hidrogeni mən təzədən H2 xlor 2 ilə reaksiya aparıram. Mən də bilirəm ki, H2 ilə xlor 2 H xlor əmələ gətirir. Bu reaksiyaları bir-bir yazın ki, beyninizdə həkk olunsun və gələcək dərslərimizdə bu reaksiyalardan istifadə edə biləsiniz. H birvalentlidir, xlor da birvalentlidir deyə
İndeksə heç nə düşmür. Xlor ümumiyyətlə yanında oksigen yoxdursa həmişə bivalentli olur. Bunu yadda saxlayın. Bu kükürdə də aiddir. Bəzi istisna maddələr var ki, onlarda yox. Deməli, indi baxırıq. Əmsalı 2 yazıram. İndi 56,8 qram xlor reaksiyaya girib. Baxaq görək 56,8 qram xlora neçə mol hidrogen reaksiyaya girib, gətirib qoyacam burada yerinə. 2 yollu məsələdir bu. Xlor 2-in deməli 35,5-də 71 olacaq, bu da 1 olacaq. X bərabərdir 56,8 böl 71. Bu eləcə 0,8. Gətirirəm, qoyuram, rəngi dəyişək. 0,8-i bura. 0,8-ə 32 verib onsuzda. 1 mola isə X. X bərabərdir 32 böl 0,2. 32-ni 8-ə böləndə 4 eləyir, 0,8-ə böləndə də 40 edəcək. Deməli, bu bizim kalsiumdur. Bizə deyir ki, əmsallaşdırın, birincini yazdıq. Metal nisbi atom kütləsi, ikincinin də cavabı 40 olacaq. 8-ci suala baxırıq. 8-ci sualda deyir ki, M oksigen böl M hidrogen bərabərdir 8. Gəlin belə eləyək. Burada M oksigenin yerinə nə yazacaq? 48. M hidrogenin yerinə heç nə yoxdur. Bərabərdir 8. Vəssalam, buradan M-i tapacaq. Burada olacaq 8. M hidrogen bərabərdir 6. Deməli, belə çıxır ki, C-ni hələ tapmamışıq. H6, o 3-dür. Bizdən nəyi soruşur? M-i soruşur. M6 oldu. Keçdik o birinə. O birini deyir ki, hansıdır? Karbon. M karbon böl M hidrogen bərabərdir. M hidrogeni tapdıq 6. M karbon yoxdur. Bərabərdir 6-ya. M karbon da bərabərdir 36-ya. İndi mənə deyir ki, N-i tap da bunu M karbonu tapma. M karbonu istəmir, 36 yazasız. Yəni ki, çaşmayın. M karbondakı 36-dırsa, mən də bilirəm ki, 36 qram neçə moldu bilmirəm, neçə dənədir bilmirəm. Amma 12 qram bir dənədir bilirəm axı. Bax, 12 qram bir dənədir. X bərabərdir, 36-nı 12-yə böləndə 3 eləyəcək. Belə çıxır ki, N-im də 3 olur. Deməli, bizdən birincinin cavabının istədiyi 6 oldu. İkincinin cavabının istədiyi 3 oldu. 9-cu sualda deyir ki, kükürdün iki maddədə də, ikisində də kükürdün kütlə payı eynidir. Gəlin kütlə payının düsturuna görə, yəni N-i yazaq. İkisində N-i yazaq. N bərabərdir. İkisində də 32-dir. Düzdür, yuxarıda 32. X üstə gəl 64-dür birincidə. Bax, bunda. Bunda. İndi yazırıq, vur 100%. Düzdür. O biri N-də bərabərdir 32. Bunu yazıram. Y üstə gəl 48. 3 vur 16. 48. Vur 100%. Mən də bilirəm ki, bunlar eynidirsə, onda belə çıxır ki, mən bunun yerinə, Y-in yerinə X plus 16 yaza bilərəm. Niyə görə? Çünki bərabərləşsin, olsun bu ki, N-lər bərabər deyil, faiz bərabərdirsə, hər şeyi bərabər olmalıdır. Onda belə çıxır ki, Y bərabərdir, X üstə gəl 16. Onda Y X-dan nə qədər çoxdur? Çünki Y-dən X çıxırıq. 16 fərq eləyir. Düzdür? Onda belə çıxır ki, birincinin cavabı nədir? 16. Y-dən X-i çıxırıq da. Yəni, Y X-dan 16 çoxdur. Aha. Sonra deyir ki, burada oksigen A böl B-dir. İndi biz bunu bilirik. Elə bunun yerinə X plus 16 yaza bilərik. Hələ ki, qalsın bu belə. Bunu biraz kiçildək. Burada şəkil var deyə, şəkil məşat eləyir. Bunu belə eləyək. Qoyaq qırağa. Aha. İndi bizə deyir ki, oksigenin kütlə payı. Oksigenin kütlə payı da omega oksigen bərabərdir. Aşağıda nə yazırıq? Elə aşağı ikisinin oksigenin aşağıda elə X plus 16 64 yaza bilərik. Deməli 64 bu birincini yazıram. Bax, birincini. 64 böl oksigenin kütlə payını dediyinə görə 64 böl X plus 16.
X plus 64 emir. Vur 100%. Omega oksigen bu A'dır, bu B'dir. Bərabərdir. Yenə 48 X plus 64 yazıram. Əslində Y plus 48'dir. Amma mən X plus 64 yazıram çünki eynidir onsuz da. Vur 100%. İndi deyir ki B böl A. B'ni yazsam yuxarıda 48 X plus 64 düşdü aşağı. A'nı yazsam aşağıda 64 X plus 64 çıxdı yuxarı. Vur 100. Burada da 100. Bax bunlar ixtisar getdi. Burada 0 riyaziyyatdır. Bu da yazı 0,75. Deməli ikinci də olacaq 0,75. 10-cu sualda 2 zinc S üstəgəl 3 mol O2 alınır 2 dənə zinc oksid üstəgəl 2 mol SO2. İndi gəlin baxaq. Burada deyir ki, reaksiya daxil olan zinc SX-dır. Reaksiyadan alınan zinc oksid X minus 64, 6,4. Onda biz yaza bilərik, aşağıda emirlərin, qramlar da bunlar, düzdür? Bunlar qramlardır. Qram. Aşağıda yazıb X-i tapa bilərik. Yazıram 2 vur zinc S nə qədərdir? 65 üstə gəl 32. Eləyəcək 97. 2 vur zinc nə qədər? 65 üstə gəl 16. 81. İkilər ixtisar getdi. 81x bərabərdir. 97x minus 97 vur 6,4'ü saxladım. 97-dən 81 çıxanda 16x bərabərdir. 97 deməli vur 6,4. Bunlar ixtisar getdi. Burada qaldı 0,4. 64'ü 16'ya böləndə 4 eləyir. 6,4'ə böləndə 0,4 eləyir. Bu da eləcək 38,8. Onda belə çıxır ki, x-i tapdıq. 38,8'dir. Yəni bax bunu tapdıq. İndi deyir ki, SO2'nin həcmi, gəlin reaksiya tənliyin bir də yazaq, həm əlimiz öyrəşsin. 2 zinc S üstə gəl 3 mol O2, 2 zinc oksid üstə gəl 2 mol SO2. Fikir ver, bizə hazır verib reaksiyanı. Yəni verə də bilər ki, əmsallaşdırın. Bu bizim vaxtımızı öldürməyəcək, belə deyək. 38,8'i yazdım bura. X litr, litrdən istəyir bizdən, litr keçmişik artıq. 2 vur zinc S. Zinc S nə qədərdir? Zinc S deməli yazdıqda 97'yə 2 vur 22,4. İkilər ixtisar getdi. X bərabərdir 38,8 vur 22,4 böl 97. Bu da edəcək 8,96. Onda x-imiz olacaq 38,8, y-imiz olacaq 8,96. Bu çox asandır. Yəqin ki, bunu ev tapşırıq kimi vermişdim. Bunu işləyərsiniz. İşləməmişdən qabaq özünüz cəhd eləyin. Ondan sonra mənim izahıma baxın. XO2 oksigenin kütlə payı 50'dir. Yəni belə çıxır ki, 50 nə deməkdir? O x-imiz də 32'dir. Çünki bu da 32 qramdırsa, bu da 32'dir. 50-50. Elə buradan tapa bilərik. 32-dirsə bu da 32'dir. Onda XO3'ün emiri 32 üstə gəl 48 80'dir. Bizə də deyir ki, oksigenin kütlə payı, yəni 48 böl A-nı tapırıq da. 48 böl 80 vur 100. Bundan bu ixtisar getdi. 48 ilə 8 gedəndə 60% edir. A 60%dir. X-in ayeri tapdıqda 32'dir. Deməli, tapdıq A 60, B 32. 12-ci suala baxaq. Burada nisbi molekul kütləsini yaza bilərik. Biraz böyüdək. Nisbi molekul kütləsinin 2x üstə gəl 48. Burada da nisbi molekul kütləsini yaza bilərik. Y üstə gəl 96. Burada 2 dənə y-dir. Bir dənə burada x-dir, burada y-dir. İndi oksigenin kütlə payı 30'dur. Və biz 30'a görə nəyi tapacaq? X-in elementin nisbi atom kütləsini tapacaq. Yəni 30 bərabərdir
Yuxarıda yazacağım 48, çünki oksigenində. Aşağıda yazacağım 2x plus 48. Vur 100. Bununla bu ixtisar getdi. 3 ilə 48 getdi. Burada qaldı 16. 2x plus 48 bərabərdir 160-a. X-imizi tapdıq 56. İndi keçdik nəyə? Burada x-imiz 56 tapdıq. Və biz m burada 160'dır. Bax, bu m-dir. Bu da 160'dır. Əgər burada 160 tapdıqsa, bu deməkdir ki, YSO4-ün nisbi molekul kütləsi 160'dır. Bu bizim işimizə yarayacaq. A-nı tapmaq üçün. A bərabərdir. Bu maddənin içində nə qədər oksigenin kütlə payıdsa, nə qədər oksigen var yuxarıda yazırıq. 4 vur 16. Aşağıda 160 yazırıq. Y-ə baxmırıq, çünki bizim işimiz yoxdur. 160'ı tapdıq. Vur 100%. Bununla bu ixtisar getdi. Bununla bu getdi. Qalacaq 40%. Biri 56 oldu. İkincisi isə 40. 13-cü sualda bizə deyir ki, 1 mol üzüm maddənin 1 mol C, X, H, Y, bilmirəm, indi OZ var, yoxsa yoxdur. OZ də yaza bilərik. Üstünə gəlirik oksigen, alınır su və karbon qazı. Və bizə deyir ki, 4,5, bax, bura yazıram, 4,5 oksigen sərf olunub. Baxın, qrafikdən görünür. İlk nöqtə ilə son nöqtəni çıxırıq, 4,5-dən 0 çıxırıq, tapırıq sərfi. Və hidrogen nə qədər, su nə qədər alınıb? 4 mol alınıb. Karbon nə qədər alınıb? 3 mol alınıb. Bu elə bir ki, 3 mol karbon qazı. Bu elə bir ki, bizim topluluqda olan test tapşırığı var. Bax, odur. Fikir verin, test tapşırığında olan əmsallaşdırma. 4 dənə, 4, 2, 8, 8 dənə hidrogenimiz var. 1 mol olduğuna görə Y-imiz 8 olacaq. Elə bura yazıram. Karbon 3 dənə olduğuna görə X-imiz 3 olacaq. İndi bizə nə deyir? Aslı olaraq dəyişmə qrafikinə əsasən üzüm maddə molekulunda atomların ümumi sayı. İndi oksigenə baxırıq. Oksigen 4 dənə buradadır. 4 dənə. 6 dənə buradadır. 4-ün üstünə 6 gələndə neçə eləyir? 10. Amma 9 dənə buradadır. Belə çıxır ki, Z1-dir. Bir dənə də oksigeni var. Ümumi formul necə oldu? C3H8O. 3 üstə gəl 8, üstə gəl 1. Bu da edir 12. Bu belə. Birincini tapdıq. İndi karbonun kütlə faizini tapın. Çox asan. C3H8O deyil. Ümumi kütləsini tapırıq. M-yerini tapırıq. 3 vur 12, üstə gəl 8, üstə gəl 16. Edir 60. İndi karbon da nə qədərdir? 36-dır. 36 budur da, bax bu 3 vur 16. Böl 60, vur 100. Buna bu ixtisar getdi. 36 ilə 6, 6, 60%. Deməli, ikinci cavabımız da olacaq 60%. 14-cü sualda çox asandır. Kükürdün kütlə payı A. İndi baxırıq. Kükürdün kütlə payı A-dırsa, onda A-mız nəyə bərabərdir? Kükürdün kütlə payı 32 böl emir, x üstə gəl 32, vur 100. B-yə baxıram. B nəyə bərabərdir? 32 böl 2x üstə gəl 32, vur 100. Bax, sürətli şəkildə fikir verin, faizləri tapdım. İndi B böl A bərabərdir 0,6-ya. Buradan yazaq. B böl A bərabərdir 0,6-ya. Onda B-ni gətirib qoyuram sürətə. Bax, bunu. Bu riyaziyyatda artıq. 32 vur 100. Düşür aşağı. 2x üstə gəl 32. Mötərəziyə alıram. A-nı gətirirəm, qoyuram. Bax, bunu aşağıya. Yəni, yenə də 32 vur 100. Yuxarıya çıxır. Bax, bu. X üstə gəl 32 yuxarıya çıxdı. Bərabərdir 0,8-ə. 0,6-ya. 8-in 6. İndi bununla bu getdi. Bununla bu getdi. X plus 32 böl 2x plus 32 bərabərdir 0,6-ya. Burada alınır 1,2x üstə gəl 0,6 vur 32 bərabərdir x plus 32. İndi biz bu x-i keçirtsəm bu tərəfə olacaq. Deməli 0,2x bərabərdir. Keçdi bu tərəfə 32 çıx 0,6 vur 32.
0,2 x bərabərdir 12,8-ə. Bu da x bərabərdir eləyəcək 64. Yəni bizim nəyimiz 64? Nəyi tapdıq biz 64? X-i. X elementinin nisbi atom kütləsi 64-dür. İndi bizə nə deyir? B-ni hesablayın. B nədir? Bu. Gətirin qoyun yerinə hesablayın. Bax bunu. Rəngi dəyişim. Bərabərdir. 32 böl 2 vur 64 üstə gəl 32. Vur 100%. Bu da edir 20%. Yəni ikincinin cavabı 20%. 15-ci suala baxaq. Mis üstə gəl S alınır mis S, mis sulfid. Reaksiya nəticəsində alınan mis S-in kütləsi. Baxıram, deyir ki, maddələrdən biri tam reaksiya daxil olarsa, M-i baxaq. Eyni kütlə götürməyiblər. Mən baxıram ki, ayrı-ayrılıqda iki reaksiya yazıram, eyni reaksiyanı. Birində tapıram kürdü 48-ə görə, birində də tapıram misi. Baxaq görək. 48-ə x, mis S 64 üstə gəl 32. Emirini hesablayaq. 96-ya da ki 32 qram mis alınır. Reaksiya girir daha doğrusu. X bərabərdir 48 vur 32 böl 96. 16 elədi. Buradan bir də reaksiya yazıram. Üstünə yazacağım. 16. Keçirik misə. Yenə də 48-ə x, 96-ya 64. X bərabərdir 96, 48 vur 64. Bununla bütçələr getdi 2. Bu da elədi 64, 2-yə 32. 32. İndi belə çıxır ki, mən əgər 16-nı, M-i 16 götürsəm, bunda 64 götürməliyəm. Səbəb çünki 4 M-dir. 4-ü 16-ya vururam. Və baxıram ki, misdən 64 götürmüşüksə, deməli, nə qədər artıq qalacaq? 64-dən 32 çıxanda 32 qram mis artıq qalır. Artıq qalır. Deyir, maddələrdən biri tam reaksiya daxil olarsa, o kükürdür. M-i və reaksiyadan sonra qabda olan bəş qalığın tərkibində M-i tapdıq nə? 16. Deyir, reaksiyadan sonra qabda olan bəş qalıq. Reaksiyadan sonra, bax yazıram, reaksiyadan sonra həm mis qaldı 32 qram, həm də reaksiyadan sonra nə əmələ gəldi? Mis S əmələ gəldir. O da nə qədər əmələ gəldi? 48 əmələ gəldi. Bərk qalığımız elədi 80. Mənə də deyir ki, o bərk qalığında mis S-in kütlə payı. Mis S-dəki 48-dir. Yəni 48 böl 80 vur 100. Bu da eləyir 60%. Aha, 16-cı sualda baxırıq ki, burada biraz qarışıqdır. Belə deyək. Adam başa düşmür ki, burada nədir, hansıdır. Kütlə payı nə deməkdir? Biz demişdik ki, fərqi yoxdur. Kütlə nisbəti deməkdir. Kütlə payının nisbəti deməkdir. X-in Y-ə nisbəti 70-in 30-adır. Yadınızdadır, belə bir məsələlər eləyirdik. 70 böl X-in ayeri, 30 böl Y-in ayeri. Və yaxud nisbət olanda 3-ün 1-ə nisbəti olanda 3 bölü ayır vur və gəlirdik nəyə çıxırdıq? X, Y element təşkil edən A maddəsinin molekulda atomların sayı. X, N, Y, M. Yəni bu da gəlirdik. N-lə M-i tapırdıq. Düzdür? İndi gəlin baxaq görək. Biz ayırin yerinə aşağıya nə qoyacaq? Ayır X böl ayır Y bərabərdir 3,5. Bunu belə yaza bilərəm mən. Baxın bura. Bunu ayır kimi bu ixtisar olunub belə gəlib də 3,5-ə. Ayır X-in ayır Y-ə olan nisbəti 3,5-in 1-ə nisbəti deməkdir. İndi deməli belə çıxır ki, ayır X 3,5 götürə bilərəm. Elə ayır kimi götürə bilərəm, nisbətdir. Onsuz da eyni nədir? Rəqəmə gəlib çıxacaq. 3,5 deməli 30 bölünsün 1. Yəni Y-in ayırın 1 götürə bilərəm. Bərabərdir. Hər tərəfini 10-a bölək. 7, 3,5, 30, 3, 1.
Və 3,5 getsindir. Bununla bu ixtisar getdi 2. 2-nin 3-ə nisbəti. Onda belə çıxır ki, x 2 o 3-dürsə, 2 üstəgəl 3 atomların sayını soruşur, eləyəcək 5. Bunu tapdıq. İndi deyir ki, n-i tapaq. N nədir? Ayır A, ayır Y. Emir A. Emir A-da, Emir A nə deməkdir? Yəni, biz şərti olaraq tapa bilərik. Düzdür, bunun hansı maddə olduğunu, məsələn, mən bilirəm ki, bu ferium 2O3-dür. Amma mən elə bir ki, ixtisar eləyib gəliblər də. 2-yə vura-vura gedib baxdım, gördüm ki, bu dəmirdir, bir də oksigendir. Amma mənə deyir ki, Emir A. Emir A-da nə deməkdir? A maddəsi budur da, bu. Düzdür? Mən bilirəm ki, X-ımın ayiri 3-dür, 3,5 vur 2. Üstə gəl Y-imin də ayiri 1-dir. Bir nə, belə deyək də, Y-im 1-dir. 1 vur 3. 1 vur 3 bərabərdir. 7 üstə gəl 3, 10. Belə çıxır ki, emerimiz 10-dur. 10 böl Y-imiz nə qədər? Y-imiz 1 idi də, ayiri. Düzdür? Belə yazaq da. Emer A böl ayir Y bərabərdir 10 böl 1 bərabərdir elə 10. Deməli, bizim cavabımız 5, 10. 17-ci suala baxaq. 17-ci sualda sabit valentli metallar, valentli 2 valentlidirsə XO-dur, hidroksidi XOH2-dir. Metal Y2O3-dür, YOH3-dür. Buradan bir-bir emirləri hesablayaq. X üstəgəl 16, X üstəgəl 34. Çıxanda X üstəgəl 34-dən X üstəgəl 16-nı çıxanda 18 edir. Burada C bərabərdir 2Y üstəgəl 48. C minus 24 də bərabərdir Y üstəgəl 51. 17-ni 3-ə vuranda. C-ni gətirib bura yerinə qoya bilərəm. Onda olacaq 2Y üstəgəl 48 minus 24 bərabərdir Y üstəgəl 51. Y-imiz də 27-dir. İndi mənə deyir ki, buradan C-ni tap. C-də Y2O3-ün emeridir. 2 vur 27 üstəgəl 48. Bu da edəcək 102. 18-ci suala baxaq. Burada deyir 2x üstəgəl O2 alınır 2 dənə XO. Və x baxıram ki, alınan maddə B qramdır. Yazdım B. XA-dan 20-yə düşüb. Onda belə çıxır ki, sərf nə qədədir? A çıx 20. A çıx 20 yazdım. Amma oksigen isə 32 ilə sərf olunub. Çünki 32-dən 0 çıxanda elə 32 eləyir. Və kütlələrin saxlanma qanununa görə burada baxaq görək başqa nə var. Deyir ki, B böl A 1,12 olarsa. Gəlin kütlələrin saxlanma qanununa görə gedək. Onda A çıx 20 üstəgəl 32 bərabərdir B-yə. A üstəgəl 32-dən 20 çıxanda 12 bərabərdir B-yə. A çıx B bərabərdir, yox, B çıx A bərabərdir 12-yə. B böl A da bərabərdir 1,12. Bax, bu sistem tənliyin riyaziyyatdakı kimi eləməliyik və A-nı B-ni tapmalıyıq buradan. Gəlin tapaq. Necə tapa bilərik? B böl A bərabərdir 1,12. B də bərabərdir 12 üstəgəl A. Onda biz burada yaza bilərik B-nin yerinə 12 üstəgəl A böl A bərabərdir 1,12. 1,12 A bərabərdir 12 üstəgəl A-ya. 0,12 A bərabərdir 12-yə. A da bərabərdir 100-ə. Aha, tapdıq. A 100-dür. Bax, bu 100-dür. Qırmızı ilə yazaq. 100. Onda mən A 100-dürsə, B də bərabərdir. Bax, buradan 100 qoysaq yerinə 112-dir. B də 112-dir.
Və alınan maddələrin kütlələri zamandan asılı olaraq dəyişmə qrafikini verilmişdir. B-ni tapdıq 112. X elementinin nisbi atom kütləsini hesablayın. Deməli, X elementinin nisbi atom kütləsini hesablayın. Baxaq görək. A-nı tapdıq ki, 100-dür. 100-dən 20 çıxanda edəcək neçə? 80. 80-dirsə, onda belə çıxır ki, 80-ə 32 girib də. Onsuz da bu 32-dirsə oksigen. Bu da 2 vur 40 imiş. Deməli, bunun nisbi atom kütləsi 40-dır. Yəni 2x bərabərdir 80-ə. Belə yazsaq, bu da edəcək 40. Yəni ikincinin də cavabı olacaq 40. Birincinin cavabı 112.